Demək, 1917-ci ildə Sovet dövləti yarananda, Leninin başçılığı altında, Lenin hələ onda 24-cü ilə qədər dövlət başçısı hesab olurdu da, onun vəsiyyətləri oldu, onun yerini sonra Stalin əvəz elədi. Onun ən çox vəsiyyətləri dedi ki, ölkəni elektrikləşdirmə və sənayiləşdirmə. Sənayiləşdirmə deyəndə məsələn nəzərdə tutuldu ki, biz kapitalizm əhatəsindəyik. Dünya üzrə yeganə bir komünist dövləti varsa, o da Sovet dövləti. Onda hələ Çin zadı yox idi. Sənayiləşmə deyəndə o tank, təyyarələr də bunun içində gedir. Sənayiləşdirmədə geçir. Sonra Stalin onun vəsiyyəti əsasında çox sürətlə iqtisadiyyata nisbətən texnika inkişafı çox sürətlə getdi. Hətta tank zavodları tikildi, təyyarə zavodları tikildi. 41-ci ildə qədər Sovet hökumətinin hərbiləşmə sahəsində, ordu yaradıcılığı sahəsində o sürət dünyanın özünü lərziyə gətirdi. Amerikadan belə qorxuya saldı ki, bu cür sürətlə gedir, bu məsələn qorxu şeydir. Bu ərəfədə 1933-cü ildə Hitler Almaniyanın başçısı təyin olunmuşdu. Hitler. Almaniya dünyada birinci qabaqcıl dövlət sayılırdı. İstər təyyarəsində, istər top təyyarə, sonra tank və ordu quruculuğunda o açıq-aşkar müəllimdir ki, müharibəyə hazırlaşırdı Hitler. Bu ölkələr demək Amerika, İngiltərə, Fransa ki var, böyük kapitalist dövlətlərdir. Bunlar hər iki tərəfdən qorxuya düşmüşdülər. Almaniyadan daha çox qorxurdular, nəinki Sovetdən. Ki bu gedişlə gedir. Almaniya bu gedişlə ki bu silahlanır, bu mütləq bizə hücum eləyəcək, hansımıza isə hücum eləyəcək. 40-cı ildə demək, Hitler Almaniyaya bir hiylə işlətdi. O, Sovetlə dostluq müqaviləsi bağladı. Stalin də güman elədi ki, Hitler mənlə ittifaq bağlayanda bu 3 dənə dövlət ki var, bunlar da bizə heç nəvərə gələ bilməz axı. Amma onun niyyəti tamam başlaymış. Demək, o bizlə nətər müqavilə bağladı, nətər rəqdası elədi. Bizdən ona deməli, taxıl, ət, yağ, bu kənd təsərrüfatı məhsulları, onun ehtiyacı olan, o demə ehtiyat toplayırmış o an. Göndərdi, o da bizə göndərdi texnika. Məsələn, o fabrik zavod avadanlığı. Sən deməklə, orada da hiylə işlədirlər. Məsələn, bir dənə böyük bir cihaz göndərirlər. Onun xırda hissələri ki var, o olmasa onu işlətmək olmaz. O xırda hissələri göndərmirmişlər. Belə onların göndəri texnikanın çoxu istifadəsiz qaldı. Müəyyən detalların olmaması üzündən belə oldu. Sonra onun niyyəti tamam başqaymış. Onun üçün Sovet hökuməti daha qorxuluymuş, nəinki o kapitalist hökumətlər. 1941-ci ildə qəflətən 41-ci ildə səhər tezdən Sovet dövlətinə hücum elədi. Sovet dövləti elə hazırlamış ki, kəşfiyyat onu müəyyən elə bilməmişdi. Çünki kəşfiyyat müəyyənəsiydi, Sovet də orası sərhəddi möhkəmləndirərdi. Belə ilk gündən başladı irəliləməyə. İlk gündən başladı, Sovet geri çəkildi, Ukraynaya getdi. Ondan sonra ki, Belarus getdi, Voronezh getdi, ondan sonra o tərəflərdəki şəhərlər bir-bir getdi. Ta gəldi Moskvanın yoxluğuna qədər. İndi orasında bir haşiyə çıxımsan üçün, necə ki, Hitler bizə müharibə elədi, bu İngiltərə, Fransa, Amerikada bir hiylə işlətdi. Onlar demək ki, Sovet hökumətinə müraciət edə, dedilər ki, biz bu müharibədə sizə kömək eləyəcəyik. Hitler yıxılsın. İndi onların niyyətini sonra deyəcəm ama. Onlar kömək elədilər, məsələn, təyyarələr göndərdilər, tanklar göndərdilər, topran, nə bilim, raket göndərdilər. Buna baxmayaraq, onlar çox sürətlə hücum edirdilər. Hətta
Moskvaya bəlkə 5 kilometr qalmış. Lap yaxınlaşanda Moskva dövlət idarələrinin hamısını köçürdülər Quyubuşova. Ancaq Stalin qaldı orada tək. Bir dənə Stalin qaldı. Demək, düşman güclü, qələbə içində güc lazımdır, elə deyil. Sən deməklə Stalinin rəhbərliyi ilə Sibirdə bir ordu yaranmışmış ki, o ordu hamısı belə Sibir adamları ola, ölümündən keçən adamlar, böyük bir ordu orada hazır qoymuşmuş. O ordunu çağırdı Moskvaya. Onların qabağını dayandırdılar. Nəinki dayandırdılar, başladılar onları geri oturtmağa. Bu geri oturtmaqla ta sərhəd boşaldı, sonra keçdi Çexoslovakiya, Macaristan, Polşa, Rumeniya, Albaniya, Yugoslaviya, bunlarda da komünist quruluşu yarattı. Orada varmışlar, patronla işləyənlər varmış. Qələbə çalandan sonra onlar da qələbə Hitler ordusuna təmizləyir. Orada demək olur Sovet əhatəsinə keçir. Orada komünist dövlətlər də yaratdılar. Sonra Hitler məğlub oldu 45-ci ilin may ayında. İngiltərə, Fransa nətər kömək elədi? O cür kömək elədi ki, biz tamam əldən düşəndə Hitler məğlub olsun. Demək, pələng pişiyin düşmanıdır o. Siçan da pişiyin düşmanıdır, elə deyil. Deməli, pişiyi pələng qoğur bəlkə. Pişik gəlib düşür təliyə, tordan tələdir. Pişik baxır gör ki, siçan var burada. Yalvarır sana ki, demək ki, sən bunu aç ki, mən gedim. Pələng elə uzaqda daha. Onun siyasətine baxar, fikirləşir ki, bu iki gün burada düşüb açdır, acına ölür. Bıraxan ki, əvvəl məni yiyəcək, sonra da qaçacaq. Onu o kadar bıraxmır. Pələng laf yoxun gələndə onu bıraxır. Aha, hiss sağlar, aha hiss sağlar. Tosmin ona misaldır. Ona misaldır. Onlar da köməyi, cüzi köməklər nətər qoşun çıxartlar hara? Fransanın qərb sahilinə. Həllici köməklərini ordunu göndərirdim burada. Sonra qoşun göndərdilər ha, müəyyən qədər Hitlerin qoşunun bir qismini o ayına cəlb elədilər. Söz yox. O köməkli, həllici köməklər. O qədər onu yuvatdılar, ta Sovet əldən düşdü. 20 milyon ahali öldü. Şəhərlər xaraba qaldı. Ondan sonra aclıq oldu. Çox aclıq, 44-cü ilə çox möhkəm aclıq oldu. Ondan sonra Hitler yıxıldı. Həm də Sovet hökuməti zəif oldu. Səfərbirlik onda belə oldu ki, indi fikir var, indiki ondakı səfərbirlikdə. Əsl həqiqət oradadır. İlk dəfə səfərbirliyə müharibə başlanıb. İlk dəfə səfərbirliyə aldılar o adamları ki, əskərlikdə olan əskərliklərdir, təzə qutarıb gəlib ha, əskərlikdən, 30 yaşından aşağı. İlk növbədə orduya getdi rəhbərlərin övladları. Məsələn, Stalinin oğlu, Mirzəfər Bağırovun oğlu müharibədə ölüb. Nazirlərin övladları, raykomların övladları, raykomlar özləri, vəzifəli şəxslərin özləri, milis rəisləri, inkibeli rəisləri, hamısı əskər getdi. Həqiqətən, məsələn, adlı sanlı adamdan bir dənə adam masalı tamamlasan ki, övladının pulundan saxlasın. Voyinkom pul da almazdı heç belə. Elə qurulmuşdu, çox gözəl qurulmuşdu. Demək, Masallıda, demək, müharibə başlananda vardı 60 min ailə. 60 min ailədən 11 min orduya getdi. Mən bu rəqəmi ona görə bilirəm ki, mən özüm o tarixi yazmışam. Voyinkomatda komissiya üzvü olmuşam. Müharibədən əvvəldən axırına qədər. Bunlar vaxt hamısını zəmitkə yedik. 11 min adam orduya səfərliyə aldı. Ondan 7500'ü qayıtmadı. Qara kağız gəldi. Təxminən 7500 biraz oyanmayanda ola bilər ha, beləcə. Qara kağız gəldi, qalanlar gəldi. Məsələn, qısı yox, qolu yox, invalid, kantuş, belə adamlar qalan eləncik gəldi. 11 min adam gəldi. O gələn askerlərin gələn adamlara da dərhal işə düzəldirirdi.
Onları vergiden azad edirdilər ondan sonra. Orada onlara orden medallar vermişlər.